Taksi bu şəkildə avtobus zolağında saxlayır, biz isə enirik və endikdən 2 dəqiqə sonra taksi sürücüsünə 100 manat məbləğində cərimə gəlir. Cərimənin səbəbi isə avtobus zolağında sərnişini düşürüb və mindirməkdir. Elə bu səbəbdən bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qaydalarına etiraz olaraq aprel ayının ikisi fəaliyyət göstərməyəcək. Sürücülər avtobus zolaqlarında sərnişin mindirib düşürməyə icazə verilməməsinə etiraz olaraq bu addımı atacaqlar. Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarovun sözlərinə görə mövcud qaydalar sərnişinlər, xüsusilə yaşlılar, hamilə qadınlar və fiziki məhdudiyyətli şəxslər üçün çətinlik yaradır. Taksi nədir? Taksi komfortlu ictimai nəqliyyatdır da. Avtobus zolağı hər yanda çəkilib. Bütün mərkəzi küçələrdə avtobus zolağı çəkilib. Bizim də tələbimiz odur ki, taksi sürücüləri olaraq biz gedək rahat şəkildə imkan verilsin 2 dəqiqə, 3 dəqiqə müştərini götürək, sonra da çıxaq təzədən öz zolağımıza. Bakı şəhəri üzrə cəmi 130 dənə taksi duracağı var. Taksi duracağın birində maksimum sayaq 10 dənə maşın artıq dayana bilmir də. 10 dənə maşın saysaq hər duracaqda bu 1300 dənə taksi edir də. Azneft meydanından dəniz limanına qədər cəmi 4 dənə taksi duracağı var. O həmçinin bildirdi ki, duracağın təyin edildiyi bəzi yerlərdə ümumiyyətlə müştəri olmur və həmin ərazilər aktiv gediş-gəlişin olduğu yerlər deyil. Sürücülər həmçinin taksi qiymətlərində qeyri-sabit tariflərin olmasını da tənqid edirlər. Digər bir məqam isə taksi qiymətləri ilə bağlıdır. Elşad Eldarov xüsusilə vurğuladı ki, Tarif Şurası tərəfindən minimal qiymət müəyyən edilib, amma bu qiymətin maksimal həddi qoyulmayıb. Bu da şirkətlərin sağlam olmayan rəqabət aparmasına gətirib çıxarır. Yəni sürücülər 3 kilometr və 10 kilometr yolu hardasa eyni qiymətə sürmək məcburiyyətində qalırlar. Bu saatlarım taksi şirkətləri bir-biri ilə demping yolu ilə rəqabət aparırlar. Bu sağlam rəqabət deyil. Ona görə də bizim üçüncü tələbimizdən biri də odur ki, qiymət müəyyənləşməlidir. Minimal qiymət 2 manat 50 qəpikdir. Kilometraj qoyulub və maksimal və ondan sonraki kilometrajların qiyməti də dövlət tərəfindən təyin olunmalıdır ki, taksi sürücüləri də rahat sağlam rəqabət aparsın. Bəs ümumiyyətlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sürücülərin avtobus zolağına girməsinə niyə icazə vermir? Məsələ ilə bağlı quruma sorğu ünvanladıq və qurumun mətbuat katibi Tural Orcov bildirdi ki, hazırda cavabımız yoxdur, olduğu təqdirdə təqdim edəcəyik. Məşhur kino ulduzu Charlie Chaplinin bir sözü var. Aynə mənim ən yaxın dostumdur. Çünki mən ağlayanda o əsla gülməz. Sözsüz ki, burada Chaplin əşya olan aynadan bəhs edir. Yox, əgər bizim aynadan xəbəri olsaydı, mütləq cümləni dəyişib belə deyərdi. Aynə mənim ən yaxın dostumdur, çünki mən ağlayanda o məndən də betər ağlayır. İman İmanlı, Arif Əliyev, APA TV.